Deyirəm evi sataq, əməliyyat üçün də pul olsun. Bir saatda pul qalar da. Həyat həmişə gözlənilmədən zərbə vurur insana. Heç vaxt qabaqçadan xəbərdarlıq eləmir ki, sən o bəlaya hazırlaşasan. Sevgi qorxu hissini dəf eləyir. Səni sevməsəydim qəzəbindən qorxardım. Yaxşı ki, səni sevdim. Qədirlə Arzu sağ olsaydı, evin uşaqların bu vəziyyətini görüb, bizim heç üzümüzə baxmazdılar. Ağıllarla oynayırsınız, yoxsa qaralarla? Bu dəfə qaralarla. Etibar mənim, bəs biz bütün 11'lərdən pulu yığdıq. Buyur. Pul yığmısınız? Kamran, Ümidin bu dəqiqə daha çox mənəvi dəstəyə ehtiyacı var. Siz cavan uşaqlarsınız, işləmirsiniz, eləmirsiniz. Hardan yığmısınız bunu? Kimdən yığmısınız? Bildim Etibar mənim, amma biz könüllü bunu yığmışıq. Fikirləşdik ki, hardası olsa Ümidə kömək yardımı deyər, sədəqə deyək. Amma bir məsələ vardı Etibar mənim. Nə məsələ? Ümid o pulu götürməyəcək. Hə, Ümid, hazırsan? Hazıram. Cavad, oyundan qabaq vəzir əmanəti görməlidir. Hə, adətimiz belədir. Bu bizim 100 minimiz. Qapını bağla. Haradaydıq? Nə oldu, niyə qanunuz qara deyə belə? Deyəm dala. Jurnalist kimi nə qədər sual versən? Nə dedim, söz soruşuram da, nə olur? Qələt elədin. Vüqar. Mən indi pul verməyəcəksən. Nə verməyəcəm? Pul? Başqaram da la bunu. Bir saat bundan qabaq hamısını uduzmadın sən. Ondan əvvəlki oyunlarda udurdum. Hə, udduqlarını da bu gün üst-üstə yığdıq. Hamısını apardıq, qoyduq oyunu. Sən də sağ ol. Hamısını uduzdun. Hələ əlavə zibilə də saldın bizi. Mən axır razılaşdığımız məbləği bilmirdim. Şahmatda udmaq da olar, uduzmaq da. Olar. Olar Ümid. Udmaq da olar, uduzmaq da olar. Amma 100 min uduzmaq olmaz. Nə qədər?
100 min. 20 min Cəmilə borcum var, 25 min də oyunun faizi. 45 min hələ zibil deyil. 100 bin nə zaman? 100 min. Füqar, mənim bacım orada ölümdən üzbəüz deyil. Məni geri qaytaracaqsan, əli boş. Mənim sənə əlim ayağım dəyməmiş, get buradan ay bala. Başın xarabdır sənin. 100 min manat salmışsan bizi zibilə, hələ üstə gəl 45 min. Bəs mən indi neyiniyim? Deyərdim neyinə? Saldın bizi zibilə, yetimcə. Direktör çay get sen de. Nişanlı kızlar kimi telefonda dansa. Arsızın biri arsız. Çiynimde yük böyük almayıp taqət. Dualar gözləri bağlayıp adət. Güc ver, tab getirin ver iradə. Doğmanı yola salmaq olub adət. Sensiz rəflərim toz olub. Ürəyim söz dolu, hər günüm bozulub. Güllərin tez olur üstündə. İndi kim deyər döz oğul. Həyat mübarizə, haqq ədələt axtarma. Köhnə vaxtları olardı qaytarmaq yaş. Mehriban bildiğim insanlar bölür mülkü baltayla. Bir gün ağ bir gün qara. Şahmut həyat öyrən uduzlara. Bir gün ağ bir gün qara. Son ümidim sona dalar. Hayatım yok sana var. Yolun sonundan kapılar. Arkasında ne hayallar. Suallarıma cevaplar. Talihim dəftərdir, səhifələr düzlü səhvlərdir. İllər yığılır rəflərdə. Həyat məktəbdir, axtarma hakimlərlə döyüşüm. Taxtadır var mümkünsüz dönüşüm. Tək dərdim var, tək kimlə bölüşüm. Vaxt var yatıram, yuxuda görüşüm. Sənlə danışım, necə bun sana dəyişir. Ara qarışır, necə tək qalmağa alışdım. Bu yolda necə doğma olur, yad yad olur doğma. Bir gün ağ, bir gün qara. Şahmat həyat öyrən uduzaraq. Bir gün ağ, bir gün qara. Ümid sonda ölür hələ ki sağ. Hayatım yok sana var. Yolun sonundan kapılar. Arkasında ne hayallar. Suallarıma cevaplar. Ümid. Gecənin bu vaxtı burada niyə oturmuşsun? Niyə evə getmirsən? Evə getmək istəmirəm. Niyə ay bala? Niyə getmək istəmirsən? Bayaq eşitmədin, həkimlər dedi biraz gözləmək lazımdır. Dur gedək bala. Dur. Onda elə burada gözləyəcəm. Xəyaləni tək qoyub gedə bilmərəm. İçim rahat olmayacaq. Sen biraz sakit ol. Xəyalət tək deyil. Həkimlər onun yanındadır. Bir də ki, sənin burada oturmağın heç bir şeyi dəyişməyəcək. Sən gəl, böyüyün sözünə qulaq as. Məndən gedək evə.
El üzümü yu, biraz dincəl, çörək ye. Yatarsan, səhər yenə gələrsən bura. Yaxşı? Dur gedəmə, dur. 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 Ya, inşallah hər şey yaxşı olar. Ayuqa, doğrudan 100 mindir. Yox, yalandan 90 mindir. Gic-gic suallar vermə də. Nəyini zəybəsində? Dədə gəldi. Qalxıl. Mən axı sizə dedim. Demişdim belə risk eləməyin. Sözümə qulaq asmadınız, hə? Ömür boyu özünüzü zibilə salırsınız. Sonra mən gəlib bu zibildən sözü çıxardıram. Nə qədər? Nə vaxta qədər bu olmalıdır, hə? Yaşınız 30'u keçib, 30 köpəliyə ağlınız yoxdur sizin. Uşaq səhvləri edirsiniz. Dədə, Səhər dedi. hələ 45 mində borcumuz var. Nə? Donusun biri donuz. Nə eləmişsiniz axı? Hara savurmuşsunuz bu pulları? İndi hardan qeytəliyəcək bu pulları açılar? Qurban olum, əsəbləşmə də. Olan olub, keçən keçib də. Qurban olum, kömək elə bizə. Başımızı itirmişik, Cavad oradan, mən buradan. Səndən başqa kimimiz var, ay dədə? Cavada nə? Cavad yetimlə düşüb deyə küçələrə. Borcları yığır, borc dilənir. Ya belə eləyək. Ha? Belə bir planım var. Nə plan dədə? Sabahları xarici pasportlarınızla məşğul olursunuz, hazır olursunuz. Hara gedirik dədə? Dubaya aparıram sizi oppaları, şəllənməyə. 100 dəfə demişəm ki, artıq sual verməyin. Bildim, bəs bu borc yerlərini neyniyək? Sən çox yaxşı bilirsən. Uzadırsan, vaxtı uzadırsan, ondan sonra işi... Dur dədiyə çay gətir. Bir dəqiqə. Gətirim də gətirim. Nişanlı qızlar kimi də bütün günü dədə telefondadır. Bunu vurub öldürəcəm, əlimdə qalacaq. Dayan, səs eləmə. Ha? Ha, qaçaq nəbi? Haradasan? Ha, sən də deyəsən, əcəl girrədi ya. Ha, mən xətm verirəm. Sən ki, elə buracan imiş. Sən belə eləsən, kəlmə şəhadətvi oxu, hazır ol. Sən tez çaşdın.
Kimlik ay dədə? Sen gene başladın suallara. Ümid, gəl çörəyini ye, xəstəxanaya gedəcəyik. Gəlirəm. Şeyini eləyim çay. Gəl otur. Ye. Şirin elə çay. Nəsə fikirləşməliyik. Xəyalən əməliyyatı üçün pul tapmalıyıq. Mən bilirəm nə etmək lazımdır. Nə? Evi çıxaraq satışa. Qoymaram. Əgər bu evi satsaq, Qədirin ruhu nə məni bağışlayar, nə də səni. Başqa əlacımız yoxdur, bibi. Xəyali evdən dəyərli deyil. Dəyərlidir, xəyal hər şeydən dəyərlidir, oğlum. Bu evdən də dəyərlidir. Amma belə tələsi iş görmək olmaz axı. Heç olmasa bir gün fikirləşək də bəlkə bir çarə taparıq. Bu ev babamızdan, atamızdan qaldı bizə. Bax, Qədir o qədər sıxıntı keçirdi, amma satmadı, istədi ki, sənə qalsın. Sənin oğul uşağıva qalsın bu ev. Xəyali olmayandan sonra da nə edirəm mən bu ev? Nəyimə lazımdır? Amma ev belə tez zamanda satılmır axı. Bəyəm bu proses belə tez həll olunur? Həm də mən razı deyiləm dəyər dəyməzinə verilməyinə. Sen hiç narahat olma. Ben çalışaram. O tanışlara ses eləyim. Bəlkə hələ bir iki günə satıldı. Alınırsa bəlkə elə bu gün əllə eləyə bu məsələni. Ümid bibi qurban, sözü qulaq as. Bura bizim ata-baba yurdumuzdur. Bəsdir də. Uşaq xəstəxanada canından həlləşir. Sən mi ev hayındasan? Yaxşı. Gəl belə eləyək. Siz gedin xəstəxanaya. Biz də gedək notariusa. O etibarnamə məsələsini həll edək. Gedək ondan. Gedək. Sən sinif yoldaşın bacısının vəziyyəti nə yerdə qaldı? Ümidin bacısını deyirsən? Hə, Ümidin bacısı. Sözün açıq heç də yaxşı deyil. Hələ də komadadır. Sən niyə bu vaxta kimi mənə Ümiddən danışmamısan? Sən demə Ümid şahmat üzrə ölkə çempionuymuş. Məktəbdə də əlaçıdır. Nə bilmə Ətər. Sözün açıq heç mənə maraqlı deyildi onun vəziyyəti. Fikirləşdim ki, sənə də maraqlı olmaz. Sən belə elə. Maraqlan gör Ümidə nə lazımdır, nəyə ehtiyacın var, nəyə çatır, nəyə çatmır. Əslində ata, Ümidin bu dəqiqə hər şeyə ehtiyacı. Hər şeyə ehtiyacı var. Mənəvi dəstəyə də, pul cəhətdən də. Ona görə də əlimizdən gələni eləyirik ki, Ümid tək qalmasın.
Götür bunu. Verərsən Ümidə. Çox sağ ol. Çox sağ ol ata. Dəyməz. Əsas odur köməyimiz dəyə bilsin. Sənə fəxr edirəm ata. Ümid. Aynen. Necəsən? Heç yaxşı deyiləm. Gördüyün kimi. Dünən də lap gərgin idim. Xəyalən dərdi bir yandan da... Bir yandan da nə? Nə olub? Bilmirəm, sizə deyim yoxsa yox. Deməyə utanıram, amma dərdimi də bölüşmək istəyirəm kimlənsə. Ümid, bax, Aynur sənin uşaqlıq dostundur. Mən də sənə artıq demək olar ki, yad deyiləm. Nə vaxt nəsə bir problemim oldu, gəlmədin, mən də sənə kömək edərəm. Kamran düz deyir Ümid. Bizdən niyə çəkinirsən? Ürəyindən nə keçir, danış. Bilirsiniz, mən qeyri-qanuni şahmat oyunlarında iştirak eləmişəm. Özüm də bilmədən qumar oynamışam. Özümün də xəbəri yox idi. O, avtoservisə yerdim işləməyə. Avtoservisdəkilər göməm, arxa dayaqlarım, dərdimə şərik olanlar mənə qumar toruna saldılar. Mənim hesabıma pul qazanırdılar. Biraz da mənə pul verirdilər. Git kimi həvəslənirdim. Deməli, sən pulları onlar vermişlər. Hə, Aynur. Haram pulları onlar verirdi mənə. Dünən də bir dənə oyun oldu. Mənə söz vermişdilər ki, uçsam xəyalən əməliyyat üçün də pul verəcəklər. Uduzdum deyə bir qəpik də vermədim. İndi mənə istifadə elədiklərinə görə də utanıram. Xəyaliyə pul da tapa bilmədim. Ona görə də. Özünü bu qədər günahlandırma Ümid. Sən öz çətin vəziyyətini görən, həm də xəyallərin sağlaması üçün bunu eləmirsən. Əsas odur ki, hər şeyi başa düşüb düzgün yolu seçmək istəyirsən. Ümid, Aynur düz deyir. Əsas odur ki, öz səhvlərini başa düşəsən, dərk eləyəsən. Yəni, dəyişməyə heç vaxt... Yəni, gizli, həmişə dəyişə bilərsən. Məsələn, mən yadımdadır birinci dəfə sinifə gələndə necə idi? Kobud davranırdım hamı ilə. Qanın xətrinə dəyirdim, amma vaxt keçdi, gördüm, mən də dəyişdim. Ümid, mən səni çox gözəl başa düşürəm. Sən həmişə istəmirsən ki, özün əziyyət çəkərək bu pulları qazanasan. Amma bu dəfə vəziyyət başqa cürədir. Götür bunu.
Bilən, atam verir. Bu zərfdəki olan məbləğ xəyalənin gələcəyini dəyişə bilər. Doğrudan deyirsən. Sağ ol Kamal. Şamo, yine bizi bağışlayasan da kardeşimsen. Salam aleyküm. Aleyküm salam. Vəzir yoxdur. Yox, vəzir yoxdur, başqa ölkəyə gedib. Amma nə sözün var bizə deyil, biz çatdırarıq ona. Mənim söhbətim ümid barəsindədir. Cəmilin burada iştirak eləməsinə etirazın yoxdur. Ya, espri falan yox. Onsuz da bizim bir-birimizdən gizli sözümüz də yoxdur. Gəl belə danışaq da onda. Bax, Ümid yetim uşaqdır. Nə atası var, nə anası var. Bir dənə körpə bacısı var. Onu da bu yaxınlarda maşın vurur. O da komada balnisadadır. Dedilər. Yəni, necə deyim, ya o uşaq qumarlı uşaq deyil də. Vəzirlə oyundan sonra Ümid gözünü tikmişdi ki, o pulun uduşun yarısını ona verəcəklər. O da gəlib bacısını əməliyyat elətdirəcək. Həm də Cahangir, bibisinin Cavadla Vüqarı o yetimxanadan götürüb böyüdü. Nə özü kimi böyüdü. Onun əli ilə də evi alıblar əlindən uşaq. İndi uşaq qalıb küçələrdə, bacısı da balnisada komada. İndi buna zəhmət olmasa, yəni necə deyim sizə, bir insani kimi fikir verin, ya bir vicdanla yanaşın buna. Yəni o uşaq küçələrdədir, hər şey başa düşürəm, tavan-tavandır. Amma uşaqdan istifadə eləyiblər də, o pulu söz veriblər ona, o pulu da vermirlər ona. İndi hamısı da qaçıb gedib, Cahangir də evi satıb, pulu götürüb aradan çıxmaq istəyir. Zəhmət olmasa bir dənə bunu vəzirə satdırardırsa. Bax, şahidin də. Biz heç bunları bilmədik, söz açıq. Allah sizi var eləsin, çox sağ olun. Qulaq asdığınızda, başınızı ağrıtmayın. Sağ olun. Bu dünyada gör, necə vicdansız adamlar var. Kimsəsiz uşağın evini sat, pulunu götürüb çıxar adam. Bir işi var. Bəlkə bir xəbər çıxarıb, biraz səbirli ol. Bağışlayın. Alo. Salam, salam. Yaxşı olasınız. Yox, artıq ehtiyac yoxdur. Bir həftədir yeni işə başlamışam. Nə olub? Heç. Deyəsən, Qədər Rafiq
Günahların yumağa çalışır. Müdürün səni təzədən işə çağırır deyirsən? Qəbulüm. Bura bax Ümid, ölçü belə elə. Necə bir-iki günlük gedək bizə, bizdə qalırsan. Sonra o bibinin əlindən bir xəbər çıxar qaydarsın. Ne olur? Ümid, Bacısan əsas olur. bibisinin əri evi satıb pulları da götürüb çıxıb geyib aradan. Özü də qoşulub bu dələduzlara. Ümidin nəyi var idisə hər şeyini götürüblər. Sən bilirsən neyinlə? Ümidlə danış. Mən onunla görüşüb söhbət eləmək istəyirəm. Elə bu gün. Yaxşı? Baş üstə. Hər şey yaxşı olacaq. Fikir eləmə. Xəyallərin əməliyyatı bir həftə sonra başlayacaq. Proses mərhələli şəkildə aparılacaq. O necə olacaq? Əvvəlcə neyrocərrahiyyə komandası beyin zədəsini aradan qaldıracaq. Daha sonra isə onurğa sütundakı zədənin stabilizasiyası üçün əməliyyat olunacaq. Əməliyyat bir neçə saat davam edə bilər. Məqsədimiz əsas xəyallərin həyatını xilas etməkdir və bir də mümkün qədər hərəkət funksiyalarını qoruyub saxlaya bilməkdir. Doktor, bu əməliyyat təhlükəlidir. Açıqını desək, bəli, risklidir. Amma vaxt itirsək, əməliyyatı gecikdirsək, daha çətin olacaq. Ona görə də tez bir zamanda əməliyyata başlamalıyıq. Bir məsələni də qeyd etmək istəyirəm ki, ödəniş artıq ödənilib. Axı biz heç yerə pul ödəməmişik. Yox, ödənişi vəzir adlı şəxs ödəyib. Vəzir? Vəzir kimdir? Axı biz elə adam tanımırıq. Ödənişi vəzir adlı şəxs eləyib. Vəzir. Bilmirəm. Vəzir. Kimdir axı bu vəzir? Bəlkə xeyrətçiliklə məşğul olan adamdır. Necə mən bilmirəm kimdir bu adam. Sevgilim tut elimle, göde yüzü küleğe, dam didam, göde yüzü küleğe. Kadir gel sana. Kadir Cavad oradadır. İşte anca göndermişim. Ne şahidin? Sizdə nə var, nə işdə alınca. Özüm bilirəm də ara göndərmişəm. Sən öz işinlə məşğul ol. Kadir de gelsin. Mənə var, bu özünü çox şübhəli aparır. Bir yandan görürəm ki, sıxıntıdadır. Belə çox sıxılır. Bir görürüm. Telefonu da yakalamam. Kim yakalamam bizi? Mekanı kimi gönderdin? Ben yakalamam. Abi diyan, abi hapsa. Kaçtı, söz veriyorum. Söz veriyorum. Kim? Hadi ya. Yok söz. Söz dilə.
Sadə. Dayı. Əmi, vallahi annem bir şey yok. Demiştim axı. Qulaq asmadınız bana. Şah və mat. Qurban verməsən, qələbə də olmaz mükafatla. Eyni ilə Şahmatdakı kimi. Mən bura ağlamağa gəlməmişəm. Gəlmişəm səndən axırıncı dəfə danışım. Bilirsən də, mənim Ümidə bir, yox, 2 sürprizim var. Nə sürprizdir? Biz əlimizdən gələni elədik. Düşünürdüm ki, vəssalam. Bu mənim sonumdur.